Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə 11-ci sinif vəsaitindən qalan testlərimizin izahına baxırıq. A, B, C variantlarının izahı təqdim olunmuşdu. İndi isə qalan 3 variant və ümumilikdə 30 sualı sizə təqdim edirəm. Klasteri tamamlayan fikirləri müəyyən edin. Mürəkkəb isimlər haqqında danışır. Mürəkkəb isimlər bilirsiniz ki, bir birləşik yazıla bilir, bir də defisdə yazıla bilir. Mürəkkəb isimlərdə ayrı yazılma məsələsi yoxdur. Müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə bitişik yazılır. Bəli, məsələn, dəvə dabanı, it burnu və s. Yaxın mənalı sözlərin birləşməsindən əmələ gəldikdə defisdə yazılır. Bəli, məsələn, qapı baca, həyat baca da ola bilər, qohum qardaş və s. Əks mənalı sözlərin birləşməsindən əmələ gəldikdə tre ilə yazılır. Mürəkkəb sözlərdə tre yox, defisdən istifadə olunur. Tre durğu işarəsi olaraq başqa funksiyalara malikdir. Müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəldikdə ayrı yazılır. Baxın, elə yuxarıda biz dedik ki, birləşik yazılır, səhv. A bitişdiricisi ilə formalaşdıqda bitişik yazılır. Bəli, məsələn, qaça-qaç, qov-ha-qov və s. A variantı düzdür. Həmcins üzlərlə işlənən ümumiləşdirici sözlə bağlı doğru fikirləri müəyyən edin. Ümumiləşdirici söz həmcins üzlərdən əvvəl işlənərsə, ondan sonra qoşa nöqtə qoyulur. Bəli, məsələn, deyirsən ki, hamı qoşa nöqtə, müəllimlər, şagirdlər və valideynlər sinifə toplaşmışdılar. Deməli, bu düz fikirdir. Ümumiləşdirici söz həmcins üzvlərin hamısına aid olub, onların mənasını ümumiləşdirir. Bəli, bu onun tərifidir. Ümumiləşdirici söz yalnız söz birləşməsi formasında olmalıdır. Baxın, bu söz birləşməsidir, hamı sözü. Xeyr, adi əvəzlikdir, bu səhvdir. Ümumiləşdirici sözdən sonra, yəni bağlayıcısı gəldikdə qoşa nöqtəyə ehtiyac qalmır. Hamı, vergül, yəni qoşa nöqtəni artıq burada qoyursan. Müəllimlər, şagirdlər, deyək ki, valideynlər və s. ehtiyac qalmır deyirsə, bu səhvdir. Ümumiləşdirici söz həmcins sözlərdən sonra gəldikdə ondan əvvəl tre işarəsi qoyulur. Bu da düzdür. Müəllimlər, şagirdlər, valideynlər desək, burada tre qoyulur, sonra da hamı deyilir. Bunu balaca ilə yazaq. Bu şəkildə 1, 2, 5 doğru cavab B variantı. Biri mürəkkəb cümlə deyil. Tamaşa başa çatır, hamı zalı tərk edirdi. Bu tabesiz mürəkkəb cümlə. Toplar, tüfənglər keçmiş üstündən, hələ daş sütunlar vüqarla durur. Üstündən keçmiş nə? Toplar, tüfənglər. Bir qrammatik əsas, hələ daş sütunlar vüqarla durur. Durur nə? Sütunlar, yəni daş sütunlar. Fikir versəz, 2 qrammatik əsası var. O dəftərə nə isə qeyd edir, tez-tez qapıya baxırdı. Qeyd edirdi, baxırdı, kim? O. Fikir versəniz, burada biz nəyi müşahidə edirik? Həmcins xəbəri müşahidə edirik və mürəkkəb cümlə deyil, nədir? Sadə cümlədir. Güclü qar yağır, yollar keçilməz olurdu. Bu səbəb-nəticə əlaqəli cümlədir. Dilə aid edilmiş fikirlərdən biri səhvdir. Zəng gəldi deyə yarımçıq qoydum. Dilə aid edilmiş fikirlərdən biri səhvdir. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir, düzdür. Dil irqi xüsusiyyətlərə bağlı deyil. Bəli, irqdən asılı deyil. İnsanın doğulduğu, yaşadığı mühitdən asılıdır. İrsi xüsusiyyətlərlə bağlıdır. Bu da yenə eyni şey. Bağlı deyil deməli idi. Bu səhvdir. Unutmayın uşaqlar, dil ictimai hadisədir. Cəmiyyətdə formalaşır. Onun nə irqlə, nə də irslə bir adiyyatı var. Ünsiyyətin dildən başqa da formaları var. Düzdür, məsələn, yazı vasitəsilə də insanlar bir-birləri ilə əlaqə saxlaya bilərlər. Dil cəmiyyətdən kənarda formalaşa bilməz. Bu da tamamilə düzdür. Sadəcə insanlar olan mühitdə formalaşa bilir. Sadə cümlənin şəxsə görə bu növündə feili xəbərlər ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində olur. Söhbət hansı cümlə növündən gedir? Təbii ki, ümumi şəxsi cümlədən. Müəyyən şəxsi cümlədə əsasən mübtəda olur. Mübtəda olmadığı təqdirdə isə biz diqqət eləməliyik cümlənin məzmununa. Qeyri-müəyyən şəxsi cümlədə üçüncü şəxsin cəmində olur. Adlıq cümlədə ümumiyyətlə xəbər olmur. Müxtəsər cümlənin isə bura heç bir aidiyyatı yoxdur. Müxtəsər cümlə yalnız baş üzvlərdən ibarət olan cümlədir. Cümlədə budaq cümlə baş cümləyə hansı vasitə ilə bağlanmışdır?
Ana çox narahat olsa da, oğlu özünü sakit aparırdı. Bu, abituriyentlərin çoxunun yanlışlıq elədiyi hissələrdəndir. Baxın, olsa sağ burada nəyə qoşulub? Kökə qoşulub, düzdürmü? Bu deməli nədir? Şərt şəklidir. Amma buradakı da barədə abituriyentlər çox vaxt yanlış fikirlər səsləndirirlər. Da orada nədir? Ədatdır. Çox adam deyir, sadalama məzmunu sezirəm mən orada. Bu düzgün yanaşma deyil. Unutmaq olmaz. Sasədən sonra gələn dadə və sasədən sonra gələn belə, bunlar hər ikisi ədat olacaq. Yəni, şərt şəkli və da ədatı ilə doğru cavab C variantı. İsmi birləşmələri müəyyən edin. İsmi birləşmələrin əsas tərəfi, baxın ha, sırf əsas tərəfi adlarla ifadə olunmalıdır. Söz demək istəyi. Burada demək məslərini görüb çaşmayın. Əsas tərəf nədir? İsimdir. Bunu götürək. Söz demək məslərdir burada. Və söz demək istəyi ikinci nöqtənin söz birləşməsi. Könül oxşayan musiqi. Əsas tərəf ad. Düşmənə yerini göstərmək, məsdər tərkibi, insanlara xidmət edən feili sifət tərkibi, oxuyan şagird isə əsas tərəfi ad olduğu üçün təbii ki, nə olacaq? İsmi birləşmə olacaq. Daha sonra növbəti sual. Feili birləşmələrdə isə biz baxmalıyıq ki, feili birləşmələrin əsas tərəfi nə olsun? Feili sifət ola bilər, məsdər ola bilər, feili bağlama ola bilər. Dosta dayaq olmaq, bunu götür. Dərindən düşündükcə bu məsdər, bu feili bağlama tərkibi. Anası üçün hədiyyə, bu adla ifadə olunduğu üçün ismi birləşmə. Şəhərin geniş parklarını görəndə feili bağlama tərkibi. Anamın şirin söhbəti, üçüncü nöqtəyin söz birləşməsi adla ifadə olunub. Hansı mürəkkəb adların yazılışında səhv var? Azərbaycan Respublikasının prezident administrasiyası düzdür. Birləşmiş Millətlər Təşkilatı bu tip geniş həcmli, iri həcmli qurumların daha doğrusu adları böyüklə yazılmalıdır. Orxon Yeniseydə Yenisey böyüklə yazılmalıydı. Milli Elmlər Akademiyası isə düzdür. Daha sonra feillərin hansı növdə olduğunu qeyd etməliyik. Yuyuldu, məsələn, paltar yuyuldu. Kim tərəfindən edildiyi bəlli deyil. Değişmək, qarşı-qarşıya. 2 nəfər durur, üz-üzə, değişirlər. Bu ola bilər, məsələn, aşıqların değişməsi kimi və belə olanda qarşılıq növü olacaq. İşıqlandırdı, işıqlandırmaq, işıqlandırdı. Deyirsən ki, jurnalistlər bu məsələni işıqlandırdılar. Belə olduğu halda bunu işi özləri görüb və kiməsə etdirməyiblər. Yəni, dırı görüb orada icbar götürmək lazım deyil. 1-ə B, 2-yə D, 3-ə A. Növbəti E variantına keçid edək. Qarabağ xalçaları və onun tarixi ermənilərin bu torpaqlarda nə qədər yad olduqlarını sübut etmək üçün ən bariz dəlillərdən biridir. Cümləsi hansı üslubdadır? Deməli, burada fikir versəniz, Qarabağ xalçaları və onun tarixindən danışır, bir məlumat verir. Bu məlumatı biz publistik üslubda götürə bilərik. Daha sonra cümlələrdə altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramında yanlış fikirləri müəyyən eləyin deyir. Yanlış fikir istəyirsə, onun gəlməyi ilə getməyi bir oldu. Onun gəlməyi və getməyi bir oldu. Burada bağlayıcıdır. Müttəhim əsgərlərin müşayiəti ilə zala gətirildi. İlə burada nə olacaq? Təbii ki, üzr istəyirəm, qoşma. Sinonimi var. Bunu birinci haqqında demək olar. Bu düzdür və ilə əvəzləmə olur. Cümlə üzvləri arasında əlaqə yaradır. Bəli, bu da bağlayıcıya aiddir. Amonimlik təşkil etmək hər ikisinə aiddir, düzdür. Elə ilə bir bağlayıcı, bir də qoşma olur. 4. Qrammatik mənaya malikdir. Bu da düz yazılıb. 5. Qoşulduğu sözdən həmişə ayrı yazılır. Bunu demək olmaz. Məsələn, deyirəm ki, Kamranla Munis yola düşdülər. Fikir versəniz, Kamran və Munis yola düşdülər. Birləşik də yazılır burada. Deməli, 5 səhvdir. Və bağlayıcısı ilə əvəz oluna bilir. Bunu yanlış yerə yazıb bura yazmalıydı. Leksik mənaya malikdir də səhvdir, çünki bunlar köməkçi nitq hissəsidir. 5, 6, 7 səhvdir. Q hərfi Q samitinin kar qarşılığını ifadə edir. Q'nın kar qarşılığı nədir? K. Ekspert. Cavab B. Köpüklü, kirpik, idrak, küskünlük.
Meşə sözündəki saitlərin oxşar xüsusiyyətləri E və Ə. Bilirsiniz ki, açıqdır, incədir və dodaqlanmayandır. İncə, açıq, dodaqlanmayan E. Hansı cümlələrdə altından xətt çəkilmiş ifadələr frazeoloji birləşmələrdir? Ömrün illəri bir göz qırpımında uçub getdi. Bu sadəcə məcazidir. İlin uçub getməsi təbii, real deyil. Məcazi feillə frazemi səhv salmayın. Nənəm bir iş görəndə hər şeyi ölçüb biçərdi. Mürəkkəb feil. Aşıq Ələsgər 105 il ömür sürmüşdü. Ömür sürmək, yaşamaq mənasında frazem. Belə bir hesabla uduzmaq bizi yandırıb yaxırdı. Məcazi feil. Koroğlu dəliləri qəbul edəndə onları sınaqdan çıxarırdı. Bu da sınaqdan keçirmək, sınaqdan çıxarmaq frazeoloji birləşmədir. 3-5. İş sözü hansı sözlərə qoşulduqda uzlaşma əlaqəsi yaranar? Belə məqamda iş sözünü biz çalışmalıyıq ki, mübtəda eləyək. Başladı nə iş? İş kəsmək bu aslı tərəf olur. İş başa çatdı. Başa çatdı nə iş? İş açmaq da yenə aslı tərəf olur. Bunlar elə bir məsdər tərkibinin aslı tərəfi olacaq. Onda uzlaşma olmur. İş işdən keçdiysə, deyə bilərsən, işdən keçdi nə iş? Bu düzgün deyil axı. Çünki iş işdən keçmək ümumiyyətlə frazeoloji birləşmədir. 1-3. Doğru cavab B variantı. Hansı homonimlər eyni nitq hissəsinə aiddir? Boya bir feil olur, bir isim. Yara bir feil olur, bir isim. Uçmaq feil olur, bir binanın uçmağı, bir də quşun uçmağı. Oxu sözü bir isim olur, bir feil olur. Tağ sözü isim olur. Saçın ortasından gedən o düz cığır, tağ. Bir də qarpız tağı, kol mənasında hardasa belə bir məqamda işlənir. 3-5 B variantı. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələri müəyyən edin. Gecə yağış yağmış, orada-burada gölməçələr əmələ gəlmişdi. Bir düz. Bir neçə evin qapısını döydüm, amma otaq kirayə verən olmadı. Burada amma da varsa, bu nədir? Təbii ki, qarşılaşdırma. O ya bu əzablara dözməli, ya da mən hər şeyi açıb ona deməli idim, ya da bölüşdürmədir. Bu bağlayıcısı varsa bölüşdürmə əlaqəli. Feyzi müəllimin tapdığı otaq xoşuma gəldi, dərhal ora köçdüm. Səbəb nəticə, meşədə qaladığımız ocaq tez söndü, amma biz üşümürdük. Burada da qarşılaşdırma məzmunu var. 1-4 səbəb nəticə olacaq. Daha sonra obrazlıq müşahidə olunan cümlələri müəyyən edin. Ocaq yanır, yel əsir, yağış döyür səngəri. Yağışın səngəri döyməsi burada var. Daha sonra hanı dedim, üzr istəyirəm, hanı deyirəm, o dilimin əzbəri. Dilimin əzbəri məcazidir. Yan tonqalım tüstülən, yan könlüm kimi ey ocaq. Ocağa müraciət var, bədii xitab. Ura, komandamız hesabda irəli çıxdı. Meşədə qaladığımız ocaq tez söndü. Bunlar da adi danışıq dilində istifadə olunan cümlələrdir. Amma 1-2-3-ə baxsanız, onları daha çox bədii əsərlərdə görə bilərsiniz. Bədii və publistik üslub olmaqla cümlələri sıralayaq. Görüşdə təklif edilən məsələlər üzrə işçi qrupunun yaradılması nəzərdən keçirilirdi. Xəbərlərdə oxuduğunuz nəyə bənzəyir? Cümlələrə bənzəyir. Düzüm düzülmüşdü sinəsində orden, medallar, bədii üslub. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri barədə məlumat verildi. Publistik üslub, xəbərlərdə eşitdiyimiz məlumat. Gəl çıxaq Xəzərin sahilinə, ulduzlarla söhbət edək. Təbii ki, bədii üslub. Suraxanı rayonu A-B yaşayış massivində ağac köçürülməsi faktı aşkar edilmişdi. Bu da xəbərlərdə eşitdiyimiz məlumatlardır ki, qanunsuz, deyək ki, əməllərdən danışır. 1-B-D, 2-A-C-E. F variantına keçək. Hansı sözdə K hərfi ilk samitinin cingiltili qarşılığını ifadə edir, yəni yığını ifadə edir? Mühərrik, kurikulum, küləyi ölçən. Fikir verin, K-dan sonra sait gələndə nəyə keçir? K Y-yə keçir. İndi deyəcəksiniz, ay müəllim, burada da Y var. Baxın, K hərfi Y-yə keçməlidir. Adi Y-ni götürmürəm. Söz birləşmələrinin hansında aslı sözün son samiti kar tələffüz olunur? Çörək ətri, açıq söhbət. Doğru cavab D-dir. Çünki Q-dan sonra samit gələndə Q X-yə keçir. Uşaq otağı, şəhər parkı olduğu kimi qaynaq aparatı da Q-yə keçir. Cümlədə altından xətt çəkilmiş sözlər əsasında Eyler-Venn diaqramında yanlış fikirləri müəyyən edin.
Dil insan və heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən orqandır. Eyni nitq hissəsinə aid amonimdir. Dil sözü haqqında bəli bunu demək olar. Çünki dil insanın dili bir də ünsiyyət dili mənasında amonim ola bilir. Məcazi məna daşımır. Bu yanlışdır. Çünki dil sözü insanın dili bir də alovun dili, çəkmənin dili mənasında çox mənalı da ola bilir. Həm çox mənalı, həm də amonimdir. Bu yanlış fikirdir. Bunu bura yazmaq lazım idi. Dəyərli şagirdlər, ağız sözü çox mənalı ola bilər. Qapının ağzı, insanın ağzı. Amma Dövlət İmtahan Mərkəzi onun amonim olduğunu qeyd etmir. Yalnız çox mənalı sözdür, düzdür, həqiqi və məcazi mənada işlənir. Bu da düz fikirdir. Əslində belə baxanda 5-i burada yazmaq olardı. Amma fikir versəz variantlarda o yoxdur. Çünki mən dedim axı dil sözü də çox mənalı və amonim olur. Çox mənalı olduğunu nəzərə alsaq, o həqiqi məcazi mənada işlənir də. Lakin 5-i niyəsə sadəcə 2-nin altından yazıb və düz hesab ediblər. Doğru cavab da onsuz da sadəcə B çıxır belə baxanda. Sayların yazılışı ilə bağlı səhvləri müəyyən edin. Qardaşımın ad günü aprelin 27-si. Mənsubiyyət içəridə qalmalıydı. Bu səhv. İclas 6-cı. In içəridə qalmalıydı. C çölə çıxmalıydı. Bu da səhv. Az adam tapılar ki, bundan xəbərdar olmasın. Xaqani Şirvani 12-ci əsrdə yaşamışdı. Məktəb kitabxanasına xeyli kitab gətirilmişdi. Burada isə heç bir səhv yoxdur. 1-2 A variantı. Hansı cümlədə həm qeyri-müəyyən yiyəlik, həm də qeyri-müəyyən təsirlik halda işlənmiş isim var? Adam var, yağ yeyər, balı bəyənməz. Yağı yeyər, balı bəyənməz. Bunlar, məsələn, balı sözü indi müəyyən təsirlikdir. Bu qeyri-müəyyən təsirlikdir. Amma burada yiyəlik yoxdur. Bilik insanı bütün bəlalardan qoruyan zirehdir. Bilik kimi, nə kimi, nədən? Yəni bunlar bilik adlıqdır, insanı təsirlikdir müəyyən. Bu da çıxışlıqdır. Zireh sözündə nəzərə alsaz ona da adlıq hal deyəcəyik. Böyük işləri heç kəsə vəd etmədən gör. Burada da böyük işləri desəm bu adlıq. Qərar verdiyiniz işlərdə tərəddüd etməyin. Yerlik. Başqa da yox. Mən həqiqət aşiqiyəm. Qeyri-müəyyən yiyəlik. Vicdanım ləkə götürməz, ləkənlik götürməz, qeyri-müəyyən təsirlik. Ardıcıllığı müəyyən edin. Həqiqətin alovu onu aparanların əlini tez-tez yandırır. Deməli, yandırır nə həqiqətin alovu? Müəyyən şəxsi cümlədir, çünki mübtədası var. Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə. İkinci şəxsin təkindədir. Ümumi hər kəsə aid fikirdirsə, ümumi şəxslidir. Qatar yola düşəndə artıq səhərə az qalırdı. Mübtəda düşünülmür, şəxssiz. Gecənin bir vaxtında sanki onu yuxudan oyatdılar. Bu da qeyri-müəyyən şəxsli olacaq. 4, 1, 2, 3, yəni B variantı. Plasteri hansı nümunə ilə tamamlamaq olmaz? Bədii üslub. Övladların nə vaxtacan tərki vətən olacaqdır. Ey yarının həsrəti ilə boynu bükük bənövşə. Yaşıl köynəyini geyindi dağlar. Abşeron yamyaşıl bir atlas geyir. Əvvəli milyonçu, sonu dilənçi. Bu əsərin nə vaxt yazıldığını bilmirəm. E variantı adi bir məlumat verir ki, yəni bunu bilmirəm. Burada heç bir obrazlıq yoxdur bədii üsluba uyğun. Publistik üsluba aid cümlələri bizdən istəyir. Yazı insanların dilə, ünsiyyəti olan tələbatından yaranıb. Bu elmi üslubdur. Çünki Azərbaycan dil dərsliyində siz buna rast gəlirsiniz. Bəzi məktəblərdə təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib, məlumat xarakterlidir. Yox, mənim daş səbrim çox ağrıya güc gəlib. Burada dialoq veribsə, biz bunu daha çox məişət üslubuna aid edə bilərik. İndi bədidə deyənlər olacaq, sırf dialoq verib, başqa heç bir şey verməyib. Yəni, dialoqda da məcazi məna ola bilər. Gündəlik həyatda biz bunu istifadə edirik. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Bu da fikir versəniz, məlumat xarakterlidir. Məsələn, hər hansı bir idmançının deyək ki, müsahibəsi kimi Apple korporasiyası naqilsiz enerji ilə doldurma cihazını istehsal edəcək məlumatdır, xəbərlərdə eşidirik. Həmin şagirdlərə əmrlə təşəkkür elan etməyinizi xahiş edirəm. Bu da nədir?
Bunu da sizə buraxıram. Baxın, burada nə olacaq? Birinə elə bil ki, nəsə bir göstəriş verir müəyyən qədər. Altını boş buraxıram, şərhdə yazın, işarə qoyacağım. Azad edilmişdi, hara? Bu yerlər. Nə zaman? Bir neçə il bundan qabaq, yəni 2016-cı ilin aprelində, nədən işğaldan azad edilib? Mübtəda həm də hərəkətin subyektidir. Bu yanlışdır, dəyərli şagirdlər. Azad edilmişdir. Bu məhsul növdə olan feildir. Subyekt, yəni işi görən cümlədə yoxdur. Bizim mübtədamız obyektdir. Bir səhv. Cümlədə 2 təyin işlənib, səhv, təyin yoxdur. Xəbər məhsul növdə olan feillə ifadə olunub, düzdür. Cümlədə zaman zərfliyinin əlavəsi var, düzdür. Subyekt hərəkəti öz üzərində icra edir. Cümlədə subyekt yoxdur. 1, 2, 5 doğru cavab olacaq. Daha sonra bədii elmi publistik. Azərbaycan tam hüquqlu müstəqil dövlət kimi gündən-günə güclənir. Fikir versəniz bu nədir? Məlumat xarakterlidir. Su molekulu kör bucağı olan üçbucaq şəklindədir. Elmi üslub. Böyük bir ərazini su basmış, evlər suyun altında. Böyük bir ərazini su basmış, evlər suyun altında qalmışdı. Məlumat xarakterli xəbərlərdə oxuyuruq. Kürün boz bulanıq suları qabarır, ləpələr sahili döyəcləyirdi. Bədii üslub hekayələrdən sanki götürülüb. Havada süzən çalağanın kölgəsi tövləyə doğru süründü. Bu da hekayələrdə olan sanki bir cümlədir. Ümid edirəm izahımız sizin üçün faydalı oldu. Faydalı oldusa bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.